Qapılar bağlanır. Növbəti stansiya Qarı Qarayev. Salam, hər vaxtınız xeyir olsun. Bu gün də yenə qərar verdim ki, gec də olsa qərar verdim ki, sizə badımcan bişirərkən sizinlə söhbət edeyim. Hər zaman kimi. Badımcan internetdə gördüyüm bir resept var. Badımcanı belə lay düzürsən. Niyə danışıram bunu? Çünki artıq badımcanı pişməyə qoymuşam. Badımcanları belə doğrayırsan yumru, sonra belə sipər edirsən altdan. Sonra üstünə, mən bu bıçaqdan çox qorxuram. Nəsə üstünə sonra duz, iot falan onu zövqə görə tökürsən. Sonra biraz pendir əlavə edirsən üzərinə, qoyursan bişməyə. Neçə dərəcəyə bilmirəm, mən 200 dərəcədə qoydum. İndi qızmağa başlayıb, bişməyə başlayıb. Və onun içinə pomidor vurursan. Mən hansı ki doğramışam artıq. Sonra mozzarella vurursan belə. Mozzarellanı doğrayırdım. İndi davam edəcəm. Bilmirəm bu mikrofonu hara taxım ki, yaxşı səsim yaxşı eşidilsin. İnşallah bura taxsam normal eşidilə bilər. İçinə vuracağımız şeylər mozzarelladır, pomidordur. Normalda videolarda görmüşəm rukola vururlar, amma mən almağı unutmuşam. Sonra istəsəniz qaymaq vura bilər. Qaymaq gedir o, yoxsa xama. Nəysə, xama qaymaq qismindən bir şey vura bilərsiniz və yaxud da pesto sosu vura bilərsiniz. Sonra onu belə bükürsüz. Onu göstərəcəm inşallah. Yeyirsiniz belə. İndi davam edək. Düşünürəm ki, səsim yaxşı gələcək. Mozzarellamı doğramağa davam edirəm. Deməli, neçə gündür dünyanı bir-birinə vuran şey var, mövzu var. Şeydən danışmayacağım. Talih Yüzbəyovu demirəm təbii ki. O barədə nəsə demək istəmirəm. Çox qəşəng sözlər deyilib. Mən Odiseydən danışmaq istəyirəm. Odisey danışmayacağım. Spoiler falan da vermək istəmirəm. Verim. Odiseydən spoiler versəm nə olacaq? Odiseyin hekayəsini hamı bilir. Yəni, oturdum, spoiler verdim Odisey haqqında. Yerindən duran insan, normal kitab oxumuş, məktəbə getmiş, bir şeylərlə maraqlanmış insan Odiseyin hekayəsini bilir. Troyadan falan və yaxud da tarixlə maraqlanan insan. Deməli, Odiseye getdim. Təbii ki, IMAX-a getmədim. Çünki birincisi Almaniyada real 70 mm-lik şey yoxdur. IMAX yoxdur. Yalandan IMAX-lar var. Yalandan. IMAX var, amma onlardan yoxdur. Odisey formatına uyğun gələn. Dünyada nə bilim, Avropada 4 dənədir. Londonda, biri Belçikadadır, Brüssəldədir, səhv eləmirəmsə. Nəysə, ona görə də həm o real olmayan IMAX normaldakından baha idi. Həm də zaten o effekti almayacaqdım deyə normal sinemaya bilet aldıq. Ona getdik. İnsanlar yazırlar ki, IMAX-də baxmırsınızsa mənası yoxdur, ona baxdınız. Siz nəyi danışırsınız? Nəyi qoyub nəyi danışırsınız? Mən Obsession-a Korsan saytdan sinemadan çəkilmiş versiyasını izlədim. Və 2 ay keçib üstündən artıq izləmişəm və Letterboxd-a 3-5 vermişəm. O gün görürəm ki, sən demə, o qədər keyfiyyətsiz demişəm ki, o gün görürəm ki, sən demə, filmdə
bir səhnədə qaranlıqda qız görünürmüş belə qorxulu şəkildə. Mən onu görməmişəm. Əsla və əsla görməmişəm və görmədiyim üçün bu filmin qorxulu, vahimə tərəfində itirmişəm. Nə bilim, düşünürəm ki, bəlkə də ona sinemada baxsaydım və yaxud da normal bir görüntü ilə baxsaydım, bəlkə də 4 falan verərdim. Mən filmin real versiyasını görə bilməmişəm hələ. Bəlkə düşünürəm ki, Obsession-a yenidən baxım və onu yenidən qiymətləndirim. Yəni, belə həyat şəraitimizin fərqli olduğu həyat şəraitimizin, həyat şərtlərimizin, Azərbaycanca unuduram. Həyat şərtlərimizin fərqli olduğu bir dünyada niyə durub bizlər deyirsiniz ki, IMAX-da baxmırsınızsa mənasızdır. Ay Nolan, sən qardaşım, niyə bu filmi ümumiyyətlə onda çəkmirsən? Okey, həqiqətən təqdirə layiq bir hərəkət. Çox çətin çəkilib, amma biz də nəzərə almalısan. Nə bilim, dünyanın 80-90% sənin filmini normal izləyə bilməyəcək. O kütlə üçün sən çox az qismli bir kütlə üçün çəkmirsən filmi. Nolanı qınamaq fikrim yoxdur, bu onun öz işidir. Qəşəng çəkib, filmə heyran qaldım. Həqiqətən çox bəyəndim Odiseyi. Odisey haqqında deyə bilərəm ki, Odiseyin hekayəsi çox qəşəngdir. Mənə görə çox möhtəşəm bir hekayədir. Mən sevirəm belə əfsanələr. Və uşaqlıqda Troya döyüşü haqqında, Odisey haqqında, nə bilim, Axilles haqqında izlədiyim filmlərdə məni ən həyəcanlandıran bir yeri var idi. Odisey qayıdırdı, heç kim onun Odisey olduğunu bilmirdi və axırda Penelope çıxırdı. Mənlə bu oxu, kamanı sazlaya bilən insan mənlə evlənəcək deyirdi və Odisey onu bir qolu ilə necə sazlayırdısa, sazlamaq deyirəm, bilmirəm bunu nə deyirlər. Bu hekayəyə çox heyran qalırdım. Bu məni həyəcanlandırırdı. Yəni, hər dəfə həyəcanlandırdı. Filmdə də orasının gəlməsini gözləyirdim ki, o səhnə gəlsin. Mənə çox şey gəlirdi, belə üst bir şey gəlirdi. Çox xoşuma gəldi o səhnə əvvəlcədən. Yəni, o hekayənin o qismi xoşuma gəlir. Penelope'nin gündüzlər toxuyub gecələr toxuduğunu açması çox gözəl bir şeydir, toxunula biləcək nöqtədir, toxunula biləcək hekayədir. Sonra filmdə ən sevdiyim hissəni deyəcəm, baxanda siz də görəcəksiniz. Filmdə bir şey var. Troya atını içəri salırlar, içəri girir və gecə olmasını gözləyirlər və atdan düşürlər, artıq basqın edirlər. Orada nəzarətçiləri falan hamısını öldürüb artıq qapını açmağa başlayırlar ki, onların əsgərləri içəri girsin və o an o filmin o səhnələri çox qəşəng idi. Qapılar, yəni ən sevdiyim hissə bilirsiz nə idi? Qapılar deyəndə metrodakı qapılar bağlanır. Növbəti stansiya Qaraqarayı. O qapılar açılanda. Yəni filmlərdə görmüşük ki, bir qapı açılırsa, şak 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 açılsın yəni. Çık çık açıldı qapı. Amma burada belə deyil. Qapını, döyüşü göstərirlər, o savaşı göstərirlər içində, yəni savaş deyəndə ki, belə mübarizəni göstərirlər. Və onlar o mübarizə gedir orada, qılınclaşma falan, o qaçır, bura qaçır, ora qaçır və o anda musiqi də çox qəşəngdir, çox həyəcanlı, adamı yormayan möhtəşəm bir musiqi seçilib və eyni zamanda o qapılar o qədər yavaş-yavaş açılır.
əməklə, insan əməyi ilə açılır, yavaş-yavaş açılır. Gücündən belə o insanın içində bir həyəcan oyadır. Yəni şaq-şaq qapını açmırlar. O qapılar çox yavaş-yavaş açılır. Bilmirəm, o səhnədə ən sevdiyim hissə oldu. Filmdə daha doğrusu ən sevdiyim səhnə oldu. Düşünürəm ki, çox səhnələr xoşuma gəldi. Hamısı haqqında demək istəmirəm. Görüntülər çox qəşəng idi, musiqi çox qəşəng idi. Bilmirəm, cəmaət kostyumlardan danışım, onlar da çox qəşəng idi. Filmdə bu. Kostyumlar qəşəng seçilməlidir, insanın gözünü oxşayacaq şəkildə seçilməlidir. Düşünürəm, mən bəyəndim və hər kəsə də baxmağı tövsiyə eləyirəm. İndi baxacağım görüm badımcanım yanıb mı yoxsa yox. İstəyirəm artıq badımcanını da göstərim sizə, çox danışdım. Mən düşünürəm ki, bu yeməyim də o birislər kimi alınmayacaq. Çünki nəsə belə sanki yaxşı eləmədim. Sanki bu badımcan o deyil. Biraz üzüldüm buna. Yeməyimin belə alınmağına. Gözləyirəm. Bu arada Penelope'nin Odiseyi o sevgi ilə, həsrətlə gözlədiyi səhnələrə baxanda bir şeir yadıma düşdü. Şeirin adı Gözlə məni idi deyəsən. Xatırlamağa çalışıram. Nəsə, yeməyim hələ tam bişməyib, yəni badımcan hissəsi. Ona görə də getdim o şeiri tapdım. Şeir Konstantin Semyonovun şeiridir. Əlağa Kürçaylı tərcümə edib. Həqiqətən bu şeir, indi oxuyacağım sizə. Bu şeir, yəni Odisey ilə Penelope'nin hekayəsinə yazılıb da. Yəni yazılmayıbsa da bəlkə də mən bilmirəm, amma yazılsın xahiş edirəm. Deyirəm. Gözlə məni gələcəyəm, ancaq gözləsən. Gözlə kədər yağan zaman qəmli üzündən. Qar yağanda gözlə məni, gözlə istidə. Bəziləri unudaraq gözləməsə də. Gözlə uzaq yerdən məktub gəlməsə sənə. Bəziləri yorulsa da sən gözlə yenə. Gözlə sən məni, gələcəyəm, gözlə ürəkdən. Desələr ki, yetər unut, baxma, gözləsən. Amma oğlum qoy inansın, artıq ölmüşəm. Dostlar məni gözləməsin, gözlərində nəm. Qoy içsinlər acı şərab. Yad edib məni, tək sən gözlə. Onlarla bir içmə badəni. Gözlə məni, gələcəyəm, bir aydın səhər. Baxtı varmış, söyləsin qoy gözləməyənlər. Gözləməyən nə bilir ki, odlardan belə xilas etdin həyatını. Xilas etdin həyatımı gözləməyinlə. Mən sağ qaldım, səbəbi isə bax budur gerçək. Sən bacardın gözləməyi, yalnız özün tək. Şeir demə qabiliyyətim pisdir, amma üzürlü sayın. Bu şeir tam Odisey ilə Penelope üçün yazılıb. Başqa bir şeyə inanmaram. Mən ona baxanda, oranı izləyəndə, Penelope'ni görəndə, Odiseyin qayıtmasını izləyəndə tək ağlımdan keçən bu şeir idi. Beynimdən bu şeir keçirdi. Düzü xatırlamırdım tam olaraq, amma indi oxudum. Sizin də xəbəriniz oldu. Çox qəşəng şeirdir. İndi baxaq görək badımcanımız nə yerdədir. Sizə göstərəcəm, indi çıxarıram. Məncə bişib. Yəni daha artıq gözləmək istəmirəm. Acından ölürəm. Mən belə bir şeydir, dostlar. Dostlar. Mən elədim, siz yaxşısını eləyin. Mən elədim, siz eləməyin. Ümid edirəm ki, bacararam.
Nəysə, məsələ bilirsiz nədir? İndi mən bunun üzərinə qaymağı çəkəcəm, zane bunu çəkəcəm. Sonra üzərinə mozzarella, pomidor qoyacağam. Sonra onu bükəcəm. Cürətim yoxdur. Onu bükə biləcəmmi? Məsələ budur. Yəni həqiqətən də onu bükməyi bacaracağamı? Mən sadəcə olaraq beynimdən keçirmişəm. Mən bəzən nəsə belə hazırlayanda ağlımda belə tuturam ki, bunu belə edəcəm, bomba olacaq, amma eyni şəkildə alınmır. Yəni insanlar eləyir, alınır, amma məndə eyni şəkildə alınmır. Bu çox üzücü bir şeydir. Ümid edirəm ki, alınar. Alınacaq. İndi sizə yerimizi dəyişirəm. Yerimizi dəyişdik. Bir addım sola keçdik. İndi isə bilmirəm, məncə bu biraz soyumalıdır. Yoxsa yox. Əmin deyiləm. Düşünmək lazımdır. Soysunmu, soyumasınmı? Soyusa bunu çevirə bilərəmmi? Yoxsa soyumasınmı? Soyusunmu, soyumasınmı? Düşünməliyəm. Azca soysun. Nəysə, mən düşünürəm ki, yetəri qədər bu bəsdir. Soydu. Mən indi bura pomidorları düzəcəm. Mən prosta bilmirəm, bunun hansı istiqamətə qatlasam mı daha yaxşı olar. Nəysə, pomidorlarımızı düzək. Nədirsə budur. Pomidorları biraz ədviyyatlayıram. Mən şeyi unutdum. Mən bura qaymaqdan çəkəcəydim. Nəysə, amma yenə də pomidor qoymadığımızın bu bir hissəsinə biraz çəkə bilərəm deyə indi çəkəcəm. Zaten bu ağzıma gələcək də bundadır. Yəni, hər yerə daha elə olur. Əslində bunu göstərdilər ki, mən bir dənə şey səhv elədim. Bunu tərs çevirməliydim mən. Arxa tərəf qalmalıydı. Olsun da o qədər mən şey deyiləm. Adını tutdum. O yemək səhifələri deyiləm. Tutmadım. Onları istəmirəm deyə bilmirəm. İndi mozzarellaları qoyacağım. Mozzarella. Görəsən bir İtalyanla bir evdə yaşayandan sonra mən ondan pendirli, makaronlu, belə şeylər bişirəndə istəyirəm o evdə olmaz. Çünki elə bilirəm deyəcək ki, sən səhv edirsən. Bu artıq qaldı. Çox ləzzətli bax. Ay, bir şey deyəcəm, mən bunu düzələməmişəm, qatlayamadım. Mən bunu normalde olmalıydı. Normalde şey olmalıydı. Belə bükülmüş bir şey olmalıydı, amma mən bunu bükülmüş eləyə bilmədiyim üçün bükę bilmədim və indi sizə göstərəcəm. Məcburən bunu ortadan böləcəm. Belə eləyəcəm. Belə qoyacağım. İkinci hissəsi. Ay, mən elə yemək pişirməsəm yaxşıdır, amma neyim? Kim pişirsin mən yemək?
Nəysə, dostlar, mən real versiyanı sizə göstərəcəm. Okay, mən də bilirəm ki, belə olmamalı idi, amma belə oldu və mən bunu bu şəkildə yeyəcəm. Neyniyim? Yəni əlimdən gələn budur. Yaxşı ki, söhbət edə bilirəm. Yəni əgər ümid mənim yemək bişirməyimə qalsaydı, siz mənim yemək bişirməyimə görə izləməli olsaydınız, izləməzdiniz məni, belə də izləmirsiniz. Ancaq söhbət elədik də, yəni söhbətimiz maraqlı keçdi. Əsas odur ki, söhbət eləməyə bir şeyimiz oldu. İndi görəsən dadına baxıb sizə göstərim ki. İndi isə normal mədəni insanlar kimi amma dadı qəşəng, həqiqətən də. Yəni bundan da daha qəşəng ola bilərdi. Amma qəşəngdir.